Rus rəssamı Verişçagin 1871-ci ildə "Müharibənin Apofeozu" adlı tablosunu çəkib bitirdi. Verişçagin əsərini keçmiş, indi və gələcək bütün fatihlərə həsr etdiyini bildirdi. Əslində isə əsər 500 il öncə baş vermiş bir hadisəni özündə canlandırırdı. Təmirlan ordusu ilə İsfahan şəhərinin üstünə yürüdü. Şəhər Təmirlana təslim oldu. Buna görə sərkərdə şəhərin əhalisinə dəymədi. Bir alayını burada buraxıb yürüşə yollandı. Bir müddətdən sonra İsfahan şəhərinin əhalisi qiyam qaldırdı. Alayda olan əsgərləri qılıncdan keçirdi. Bundan xəbər tutan Təmirlan yoldan qayıtdı. Öz əsgərlərinə tapşırdı ki, hər biri 2 kişi başı gətirməlidir. Əks təqdirdə öz kəlləsini itirəcək. Şəhərdə əsl qətliam başladı. Deyilənlərə görə Təmirlanın ordusu bu kəllələrdən 40 ədəd piramida düzəltmişdi. Tarixçilər belə güman edirlər ki, həmin qətliamda şəhərdəki 70 min kişinin başı kəsilmişdi.